Esselamu Aleyküm ve Rahmetullah. Bu günləri çok güzel bir mövzulardan birini sizə danışacağım. Bir kardeş var idi. Allah ondan razı olsun. Buradan elə salam aleyküm deyirəm qardaşa. WhatsApp'da mənim 10-cu qrupumdadır. Bəli. Çok güzel bir film hazırlamıştı. Dikkat, dikkat. Bunu her bir özünü İslam'a nispət edən Müslümanlar ve həmçinin də Əhl-i Sünnət bunu bütün şiələrə göndersin. Bu mevzu nedir? Çok mühüm mevzudur. Çok inkar olunmayan bir mevzudur. Bəli, şiələr deyirlər ki, Allah Subhanahu taala her yerdedir. Ama onların fitreti bunu demir. Onlar danışarken əlləriyle, gözləriyle hərəkət edirlər. Allah göydədir. Her Allah sözü danışanda yukarı bakırlar. Onlardan soruşsan ki Allah hardadır? Onlar diyecekler her yerde. Senin fitretinle, yani senin fitretinle, içinde olan fitretle senin dilin arasında bir ihtilaf var. Onlar bir araya gelebilmirler. Yaşadığın Şiə inancı, Kur'an'a, Allah Resulü'nün hadislerine dayanmayan o Şiə inancın deyir ki Allah her yerdedir. Ama senin elin, kolun, gözün deyir ki Allah göydədir. Bu filme lütfen bakın. Bu filmi bir kardeş var. O hazırladı. Bütün çok Şiənin alimlerinden ve ilim talebelerinden yığdı ve gönderdi ve insanlara gösterdi. Bakın Rum suresinin 30. ayesi. Rum suresinin 30. ayesini okuyun. Fitret İslam'dır. Hakikaten Allah Subhanahu Teala insanın fitretini İslam olarak yarattı. Müslüman olarak yarattı. Ama təqliddən başı ayılmayan şiələr öz fitretlerine karşı, öz iman etdikləri, güya iman etdikləri Quran-ı Kərimə müxalifət edib Allah'ın özü hakkında, zatı hakkında sorgu sual etdikdə onlar deyirlər Allah her yerdedir. Bakın ve izleyin, hakikaten bakın ve izleyin ki onlar fitreti itiraf edir ki Allah Subhanahu taala göydədir. Elbette ki Kur'an ve sünnette yeterince deliller var ki Allah Subhanahu taala göydədir. Heç nə demirəm. Sizlə bizim aramızda ittifak ettiğimiz Mirac hadisi var. Peygamberimiz hara qalxdı, yuxarı qalxdı, sağa, sola, qabağı, arxa yerə getmədi. Allah Subhanahu taala onu öz dərgahına qaldırdı. Harda söhbət olundu? Göydə. Elə Mirac hadisəsi subut və dəlildir ki, ağıl sahibləri üçün subut və dəlildir ki, Allah Subhanahu taala göydədir. Bu filmi izleyin ve bunu paylaşın. Ve kanalıma abone olun ki sizden gizlədilenlər sizə tez gelip ulaşsın. Esselamu Aleyküm ve Rahmetullah. Ya Resulallah, senden başka yerlerin, göylerin zineti meğer var. Dedi, ey Übey, and olsun o Allah'a ki benim nefsim ve ruhum, canım onun elindedir. Ya Resulallah, senden başka yerlerin, göylerin zineti meğer var. Dedi, ey Übey, and olsun o Allah'a ki benim nefsim ve ruhum, canım onun elindedir. Canım onun elindedir. Canım onun elindedir. İmam Hüseyin'in sevgisini bizim kalbimizden almasın. Amin inşallah. 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 Amin inşallah. O birisi surede amma bize deyir, yadımıza salır. Öz Allahlığın. Deyir, Ələstu bi Rabbikum. Orada ben belə demişəm sizə. Demişəm, Ələstu bi Rabbikum. Mən sizin Allahınız deyiləm. Mən sizin Rəbbüz deyiləm. Qəbul elədüz məni. Qalu bəla. Dedilər, ilahi, hamımız qəbul eləmişik. Mən sizin Allahınız deyiləm. Mən sizin Rəbbüz deyiləm. Qəbul elədüz məni. Qalu bəla. Qəbul elədüz məni.
Qalu bəla. Dedilər ilahi, hamımız qəbul eləmişik. Qalu bəla. Qalu bəla. Deyir mənə heç nə. Mənim rububiyyətim yerində, Peyğəmbərin nübüvvəti yerində. Deyir mənə heç nə. Mənim rububiyyətim yerində, mənim rububiyyətim yerində. Bu bəşər həm özünə həmd edib həqqə xəyanət. Bu bəşər həm özünə həmd edib həqqə xəyanət. Həmd edib həqqə xəyanət. Həmd edib həqqə xəyanət. Vəhşi küləklər və xülasə uca Allahın adını zikr eləməkdə yarışırlar, çalışırlar. Uca Allahın adını zikr eləməkdə, uca Allahın adını zikr eləməkdə bu cəmiyyət belə yolla olar islah. Yox olar firqey gümrah, qəsəm Allaha o gün nur əliyər zülmətə misbah. Qəsəm Allaha o gün nur əliyər zülmətə misbah. Anlamı yoxdur ya, amma fitrətində var axı. Dedi, heç ağlıma gəldi, buradan səni kimsə çıxarda bilər. Bilmirəm ha kimdir, amma ümid də buradan kimsə məni çıxarda bilər. Dedi, Allah ilə odur. Buradan kimsə məni çıxarda bilər. Dedi, Allah ilə odur. Dedi, Allah ilə odur. Dedi, Allah ilə odur. Kim Hüseynlə mübarizə aparar, birbaşa Allahla mübarizə aparar. Mübarizə aparar, birbaşa Allahla mübarizə aparar, birbaşa Allahla mübarizə aparar, birbaşa Allahla mübarizə aparar. Rivayət budur, kânə kəmən zârallâhu fî ərşih. Elahil elə bil Allahı ərşində ziyarət et. Allahu fî ərşih. Elahil elə bil Allahı ərşində ziyarət et. Allahu fî ərşih. Elahil elə bil Allahı ərşində ziyarət et. Zârallâhu fî ərşih. Elahil elə bil Allahı ərşində ziyarət et. Amma burada Həzrət deyir, kânə kəmən zârallâhu fî ərşih. Elə bil Allahın özün burada sən ziyarət edibsən. Elə bil Allahın özün burada sən ziyarət edibsən. Bil Allahı ərşində ziyarət et. Məndə bir şey var ki, o səndə yoxdur mənim Rəbbim. O nədir Musa? O sənin kimi Allahdır. Mənim sənin kimi Rəbbim var. Var ki, o səndə yoxdur mənim Rəbbim. Var ki, o səndə yoxdur mənim Rəbbim. Var ki, o səndə yoxdur mənim Rəbbim. O nədir Musa? O sənin kimi Allah. Məndə bir şey var ki, o səndə yoxdur mənim Rəbbim. O nədir Musa? O sənin kimi Allahdır. Mənim sənin kimi Rəbbim var. O sənin kimi Allahdır. O sənin kimi Allahdır. Mənim sənin kimi Rəbbim var. Birinci güc sonra Allahı görsüz. Allahı Allah bağışlasın sözü görə. Qurban verərsiniz gücünüzə, sərvətinizə, qüdrətinizə, nüfuzunuza, şöhrətinizə, özünüzə qurban verərsiniz. Amma birinci Allah'a gör. Birinci o. Qurban verərsiniz. Amma birinci Allah'a gör. Birinci o. Qurban verərsiniz. Amma birinci Allah'a gör. Birinci o. Özünüzə qurban verərsiniz. Amma birinci Allah'a gör. Birinci o. Gedir Həzrət Cəbraildən soruşur ki, sən əmin olan vəhm mələksən, mənə yol göstər. Allaha doğru necə gedim? Cəbrail əleyhissalam deyir ki, mən özüm bir mərtəbədəyim, ondan o yana keçə bilmirəm. Meyracda mənə icazə yox idi yuxarı qalxmağa. Meyracda mənə icazə yox idi yuxarı qalxmağa. Deyim, ondan o yana keçə bilmirəm. Meyracda mənə icazə yox idi yuxarı qalxmağa. Mən sənə nə yol göstərə bilərəm? Mənə icazə vermişlər, bir həddən o yana öz qanadım yanardı. Sən axtardığın məndə yoxdur. Sən, mən düz ünvana gəlməmsən. Qayıtdı ustadına deyir ki, Cəbrail mənə demədi heç nə. Deyir, demədi. Yolu davam elə, amma ondan bir şey öyrəndi. Cəbrail həmişə zikr halındadır. Zikri gətirir axı, zikr yəni yad eləmək, Allahı yad eləmək. Cəbrail həmişə zikr halındadır. Zikri gətirir axı, zikr yəni yad eləmək, Allahı yad eləmək. Zikri gətirir axı, zikr yəni yad eləmək, Allahı yad eləmək. Zikri gətirir axı, zikr yəni yad eləmək, Allahı yad eləmək. Zikri o gətirir. Yolun hamısını deməsə də bir şey ondan götür. Ondan zikri götür. Hər kəsdən bir şey öyrənə bilərsən. Deyir, gedin indi Mikailin yanına. Mikailin yanına gedir, deyir, ey mələklərin ustadı. Mənə yol göstər. Mənim ürəyimə od düşüb yol axtarıram. Yol axtaran belə olur, bax, hamıya müraciət eləyir. Hər şeydə yol axtarır. Mikail deyir ki, mən ruzi vasitəsiyəm. Ondan başqa nə danışım? Mən ruziyə məsulam. Amma huvəlləzi yərzuqukum minəs-səmai vəl-ərz. Sizə göylərdən, yerdən ruzi verən odur. Huvəlləzi, odur, mənbə odur. Göylərdən, yerdən ruzi verən odur. Huvəlləzi, odur, mənbə odur.
Mən ruziyə məsulam. Amma huvəl-ləzi yərzuqukum minəs-səmai vəl-ərz. Sizə göylərdən, yerdən ruzi verən odur. Huvəl-ləzi, odur, mənbə odur. Minəs-səmai vəl-ərz. Sizə göylərdən, yerdən ruzi verən odur. Huvəl-ləzi, odur, mənbə odur. Mənli deyil, mən nə deyim? Getdi müəlliminin yanına, deyir, Mikail də mənə heç yol demədi. Dedi, bundan öyrəndin ki, bir şey ki, ruzunu Allahdan istəyəsən, ruziyə görə özü dağa daşa vurmayasan, bu da bir dərs idi. 40 mənzildən biri idi. Amma yolu göstərənmədi. Deyir, ged Əzrailin yanına, huvəlləzi, Əzrail də belə deyir, deyir, mən can alıram, mənə tapşırılıb, cəmaatın məndən xoşu gəlmir. Amma mən ürəyimin qanını yiyirəm hər dəfə can çıxardanda, can alanda. Mən onları çox istəyirəm, amma onların hər birinin ölümünə mən şahid oluram. Amma huvəlləzi yətəvəffəl ənfus, canları alan odur, odur. Amma huvəlləzi yətəvəffəl ənfus, canları alan odur, odur. Ənfus, canları alan odur, odur.